Mənim Azərbaycanda keçiriləcək parlament seçkilərini saxta keçirilməsini sübut etmə prosesləri davam edir. Demək, bildiyiniz kimi bir neçə YouTube vasitəsilə çəkilişlərim olmuşdu. O cümlədən də Dairə Seçki Komissiyasının sədri ilə bu böyük rezonans vermişdi. Yəni, seçkinin saxta olmasını artıq sübut etmişdim mən. İndi söhbət nədən gedir? Söhbət ondan gedir ki, məni xüsusi xidmət orqanları, polis orqanları, Göyçayın, belə deyək, rüşvətdə ittiham etdiyim prokuroru Emin Muxtarov, Göyçayın İcra Hakimiyyətinin başçısı, mafyoz, rüşvətxor, demək, belə deyək də, milyonlarla xalqın əmlakını talamış Mübariz Ağayevin köməkliyi ilə məni seçicilərlə görüşmək hüququmu əlimdən aldılar. Bu müddət ərzində mən 2 dəfə seçkim dövründə, demək, kampaniyası dövründə, təşviqat dövründə 2 dəfə qanun səbs edildim və demək, və məni faktiki olaraq həm ailəmi təhdidlə hədələdilər, indi istintaq gedir, həm qərargahın polis mühasirəsində idi, çəkib YouTube vasitəsilə paylaşmışam. İndi isə fikir verin, mən seçicilərlə görüşmək getmək istəyəndə mənə imkan vermədilər. Nə mitingə imkan vermədilər, nə görüşə. Bu barədə YouTube'a qoymuşam. Amma burada Nəsirov Elman Xudamoğlu'nu, hansı ki prezident artıq təyin edib, Göyçaydan Milli Məclisə deputat təyin edib, bu adam oturur Ağdaşda, demək, yapım binasında və Göyçayda binada və xalqı onun yanına aparırlar. Bax, belədir cənab prezident Məzahir Pənahov. Bilirsinizmi, ümumiyyətlə, tək Göyçədə yox, Azərbaycanda seçkinin keçirilməsi barədə ümumiyyətlə heç kəsin anlayışı yoxdur. Göyçədə 35 min seçici var. Nəsirov Elman nə televiziyada çıxış edib, nə xalqla görüş keçirdib. Bir sözlə, qulaq asın, xahiş edirəm diqqətlə mənim Nizam müəllimlə diyaloquma. Sağ olun, narahat edin. Gəlin də mən bu maraqlıdır, çox maraqlıdır. Xudamın oğlu Ağdaşda seçkilərlə görüşür. Necə? Xudamın oğlu Nəsirov Elman Xudamoğlu. Yeni Azərbaycan Partiyasının təyin edilmiş deputatı. Ağdaşda 30 dənə kənddə görüş keçirdi. Kənddə yox, Ağdaş rayında yapın qərargahı var, seçki qərargahı orada. Yapın qərargahı. Ağdaşı yaxın. Yapın. Qərargahı oradadır. Qərargahı, seçki qərargahı. Yapın qərargahıdır ora. Yaxın Ağdaşlara qərargahı. 30 kilometr Ağdaşın kəndlərindən Ağdaşa aparırlar. Xudama... Keçməyə olmuş imkanı yoxdur mı? Ağdaş, icra hakimiyyəti sənətcan verir, baxın ki, orada keçmək olmaz. Niyə sən öz qərargahını bitirməsin? Nəyi? Ora Ağdaşın ərazisidir, bura Göyçay ərazisidir. Ağdaşın ərazisində onun ixtiyarı yoxdur görüşürüz. Düzəlmədi. Ay qardaş, bu Yeni Azərbaycan Partiyası tərəfindən düzəlmişsə, indi alınmış mahasiyyə. Bir mən başa düşürəm. Qərargahında, burada da yapın qərargahında. Yapın qərargahında, demək Ağdaşda yapın qərargahında kənd cəmaatı ilə keçiş keçirilir. Ora bizim ərazi deyil axı, Nizam müəllim. Nətər keçidə bilər o Ağdaşın şəhərin ortasında seçicilərlə görüşür. Belə şey olur. Eşitdiniz, hörmətli vətənlərim, demək, söhbət burada nədən gedir? Yəni, kimdir, məsəl üçün, tutalım, hesab edin ki, 35 kilometr yol gedib Ağdaşda Xudamoğlu Elman Nəsirovla görüşür. Sözsüz ki, bunlar hamısı uydurma bir şeylərdir. Heç kəs ondan görüşə getmir. Sadəcə olaraq Ağdaşın öz cəmaatını yığırlar ora. Halbuki seçki heç bir dəxli yoxdur və belə deyək, çəkiliş edib qoyurlar. Bir sözlə, mən müraciət etmək istəyirəm. Məzahir müəllim, mən tam səmimi deyirəm sizə. Siz televiziyada çıxış edəndə baxırsan, necə də gözəl, demokratik, demokratiyadan danışırsınız. Amma gülüncdür, valla gülünc bir vəziyyətə gətirib çıxartmışsınız. Xəbəriniz varmı ki, Azərbaycanda ümumiyyətlə sorğu keçirsəniz, 90% insanların seçki barədə ümumiyyətlə anlayış yoxdur və seçkinin nə vaxt keçiriləcəyi məlumatları yoxdur. Fikir verin, yalandan hündüşka satan, toğuq satan, nə bilim, ət satan, nə bilim, kimləri istərsəniz, heç bir yerdə işləməyən, nə bilim, o kimi 12 nəfər, 18 nəfər, 89 sayılı seçki idarəsindən və digərlərindən namizədliyi verir. Və birinin də plakatı yox, biri də təşviq görüş keçirtməyib. Bax, nəyə lazımdır bu saxtakarlıq? Bu bilirsiniz mənə nəyə bənzədir? Sovet dövründə Azərbaycanda bir qoyundan
ildə 8 qoyun almaq. Toğun bir gündə 5 yumurtlaması barədə verdiyimiz Azərbaycan hakimiyyətinin verdiyi raportlar. Bu ona bənzəyir ki, 1 kvadrat metr ərazidən 3 ton pambıq yığmağa. Bax, təxminən bu seçki də buna bənzəyir. Ümumiyyətlə, gəlin belə deyək, çıxın etiraf edin cənab Məzahir Pənahov, hörmətli Yeni Azərbaycan Partiyasının liderləri, çıxın televizora deyin ki, biz özümüzü biabır etdik. Nəinki Azərbaycanda, bütün dünyada. Bir sözlə, nəyə lazımdır bax bunlar hamısı? Heç nəyə ehtiyac yox idi seçkini keçirtməyə. Elə oradan bir fərmanla deyərdiniz ki, Nəsrov Elman Xudamoğlu, Prezident İdarə Etmə İnstitutunun prorektoru, Lider TV-nin politologu, deputat seçildi, təyin edildi görüşədən bəsdir. Əziz Ağdaşlı seçicilərim və Göyçə seçicilərim, sizə müraciət edirəm. Bu seçkiyə onsuz da heç kim getmir. Elə o, belə deyək, az bir tərzdə vicdanı olan adamlar da qoy seçkiyə getməsinlər. Bu seçki deyil. Artıq tənətəliklər. Heyfiniz gəlsin əyğınıza o 5 kilometr, 3 kilometr yolu getməyə. Onsuz da qutudan Nəsrov Elman Xudamoğlu çıxacaq. Sağ olun.